Düz masazırla xırdalanın kesişməsi. Masazır qurğunda istilik sistemi kombi olan, bax belə bir həyətyanı sahəli evimiz çıxıb satışa. 3 otaqdan ibarət olan evdir, 61.000 manat. Bir daha həyətyanı sahəsini göstərirəm. Evimizin dörd bir tərəfi də qoşadaşla tikilib. Aynaların hamısının qarşısı açıq, gün tutan, yel çəkən. Aynaların hamısının qarşısında dəmir barmaqlarına qədər vurulub. Bəli, 61.000 manat. Evdə qalacaq əşyalar, mətbəx mebeli və kombi olacaq. Əlavə evyəsində şkafsa bir xırdan burada şeylər saxlayacaq. Onu da yəqin ki, evyəsinə gəlib evin içində özü görəcəksiniz. Ən əsas arı divarına qədər qoşa daşla tikilib. Əzizləyicilərim, sənədi ətraf evlər kimi eskiz layihədir, bələdiyyə sənədi deyirlər. Qaz, su, işıq, KPK-dən katastr və ünvan arayışı. Əlavə məlumat üçün əlaqə saxlayın, sağ olun.